Yığışın qızlar, yenə elə bir maska tarifi ilə gəlmişəm ki, istifadə edəcəksiniz, %100 nəticə əldə edəcəksiniz. Bu mənim illərdəki istifadə etdiyim cəfəri və süddən hazırladığım möhtəşəm ləkələrə qarşı ən effektiv maskalarımdan biridir. Dedim paxıllıq eləməyim, bu tarifi sizlərlə paylaşım. Qızlar, bizə lazımdır süd, kraxmal və 5 dəstəsini 1 manata aldığım cəfəri, petruşka və yaxud da türklər demiş maydanoz. 1 dəstə maydanozun üzərinə yarım stəkan süd əlavə edib blenderdan keçiririk. Daha sonra alınan qarışımı süzgəcdən süzürük. İçərisinə 2 dolu xörək qaşığı kraxmal, yəni qarğıdal nişastası əlavə edirik. Qarışdırırıq, qarışdırırıq, qarışdırırıq. Kraxmalı tamamilə maskanın içərisində həll edirik. Daha sonra soyuducuda 2 ya 3 saat ərzində saxlayırıq ki, tam kıvamını tuttursun. Sonra çıxardıb üzümüzə tətbiq edib 10-15 dəqiqə saxlayıb yoruq. Qızlar, həftədə 3 dəfə, yəni ilk həftə 3 dəfə, daha sonra 2 dəfə, daha sonra isə hər həftə 1 dəfə şəklində üzümüzə tətbiq edirik. Ləkələr solur, dərinin rəng tonu açılır, dəriniz par-par yanır və ən sonunda mənə təşəkkür eləyəcəksiniz. Hələlik.